Gününüz xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük sizləri. Albalı 1'dəyiz. Albalı 1'də 3 sot torpaq sahəsinin üzərində gözəl bala belə bir həyət evimiz çıxıb. Allah hər kəsin malına, mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Həqiqətən də mükəmməldir, tərifə ehtiyac yoxdur. Sadəcə izləyərsiniz, qiymət verərsiniz. 3 otaq bir mətbəxdən ibarətdir. Torpağın çıxarışı var. Balı bir istəyənlər üçün həqiqətən də mükəmməldir. Bax, yay mətbəxidir. Mangalı, yay mətbəxi, stolu. Təqdim edək, həqiqətən də gözəldir. Həyətdə əlavə basenisi işıqlandırmasına qədər qoyulub. Yalnız bir divarın fasadları qalıb. Əlavə su kəninə qədər qoyulub və şəxsi tikilidir. Burada da fikir verin. Çox gözəl dizaynla işləyib. Allah hər kəsə qismət eləsin inşallah. Burada da sağ hissədə də işıqlandırması var. Və qiymət 125.000 manatdır. 125.000 manatdır. Evin arxa tərəfinə də keçidi var və orada da işıqlandırma var. Evin ön hissəsini verək və bir həyəti də bir tam verək izləyicilərimiz istəsinlər. Həqiqətən də yenə deyirəm, çox gözəldir. Həm yeri yaxşıdır, həm havası yaxşıdır. Düz yoldan məsafə var, ancaq həqiqətən də bax istəyənlər mükəmməldir. Keçək inşallah içərini də təqdim edək sizlərə və giriş hissəsini də verək. Suyun axıntısı üçün buradan verib giriş hissəsini izləyicilərimiz izləyə bilsinlər və sağ tərəfdə də mangalxanası, əlavə balaca basenisi və böyük basenisi və evin içəri hissəsini təqdim edək sizlərə. Bu da giriş hissəsidir. Burada belə bir açıq bir zalı var. Hətta lüstrlara, pərdələrinə qədər qoyulub, kombinin xəttlərinə qədər atılıb. Bağ üçün həqiqətən də mükəmməldir. Yay vaxtıdır, sezon da başlayır, izləyicilərimiz bağlarla bağlı maraqlanırlar. Və biz də təklifimizi edirik. Və yataq otaqlarını təqdim edək. Bunu da təqdim edək sizlərə. Bu da bir yataq otağıdır. Və sonra ikinci yataq otağını təqdim edək. İkinci yataq otağımızdır. Və sanuzelini. Sanuzel də tam hazır vəziyyətdədir. Duş kabinəyə qədər qoyulub. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Albalı 1'dədir. 3 torpaq sahəsinin üzərində inşa edilib. 3 otaq bir mətbəxdən ibarətdir. Yay bisetkası manqalisində da var idi. Balaca basenisi, böyük basenisi, torpağın çıxarışı var. 125.000 manatdır. Reallıq olarsa inşallah ev sahibi tərəfindən də endirim olunar və səhifəmizi izlədiyi üçün məşqlər əmrə kimi əməkdaşlar və rəhbərlərimizə sizlərdən təşəkkürümüzü bildirim.